Salam, hər birinizi xoş gördük. Lənkəran rayon Yuxarı Nüvədi kənd Mayıs Mirzəcanov adına tam orta ümumi təhsil məktəbinin radio qovşağı ilə yenidən xidmətinizdəyik. Aparıcınız mən 8A sinif şagirdi Qurbanzadə Gülə. Bugün Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Ali Mustafaoğlu Mustafayevin doğum günüdür. Ali Mustafayev 1952-ci il 14 aprel tarixində Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində anadan olub. 1969-cu ildə kənd məktəbini bitirib, ordu sıralarında hərbi xidmətdə olub. 1971-1976-cı illərdə Bakı Elektrik Maşınqayırma zavodunda tokar çalışıb. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. Onun lirik şeirləri və publisistik yazıları dövrü mətbuatda müntəzəm çap edilirdi. Dolğun məzmunlu reportaj, oçerik və müsahibələrinə ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınır. Ali Mustafayev günün ekranı proqramının aparıcı əməkdaşlarından biri olub. Ali Mustafayev 1990-cı il yanvar 20-sində Bakının dar küçələrində insanların Sovet ordusu tərəfindən hədəfə alınmasını lentə köçürürdü. O, Ermənistan hərbi birləşmələrinin Azərbaycanın hücumu dövründə Dağlıq Qarabağdan, qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. O, həm də 1989-1990-cı illərdə Moskva şəhərində Azərbaycanın Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olub. 1991-ci ilin 18-19 noyabrında erməni quldurların Xocavəndin Qaradağlı kəndində kütləvi qırğın törətməsi xəbərini eşidən Ali Mustafayev bütün gecəni yata bilməyib. Səhər iş yerinə, yəni Azərbaycan televiziyasına gəlib. Təcili ağlama yola düşən qrupa rəhbərliyi öz üzərinə götürüb. Yoldaşlarının səhhətindəki problemləri təkidlə xatırlaması onu bu ağır səfərdən çəkindirə bilməyib. Noyabr 20-sində Ağdamdan Azərbaycanın dövlət və hökumət rəsmilərini, yüksək rütbəli hərbiçiləri Qaradağlıya aparan hərbi vertolyota Ali Mustafayevin reportyor qrupu son anda özünü yetirir. 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarikənd kəndinin yaxınlığında Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycana məxsus hərbi helikopter hadisəsində həlak olub. Hesablamalara görə Qarikənd üzərində 300 metr yüksəklikdə uçan Mi-8, N-72 helikopteri 1991-ci il noyabrın 20-sində saat 14:42 dəqiqədə vurulub. Ali Mustafayev Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Onun 3 övladı var. O, 1991-ci ildə fəaliyyətinə görə ilin ən yaxşı jurnalisti mükafatına layiq görülür. Ölümündən sonra Ali Mustafayev Azərbaycan Respublikasının prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 sayılı fərmanı ilə Azərbaycanın milli qəhrəmanı fəxri adı verilib. Daha sonra Respublikanın əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür. 1991-ci ildə Bakının Nərimanov rayonundakı 202 sayılı orta məktəbinə, 1993-cü ildə isə Ağstafa rayonu Həsənsu kənd, Qəbələ rayonu Hacıalılı kənd, Qazax rayonu Qazaxbəyli kənd, Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kənd, Saatlı rayonu Qıraqlı kənd, Qubadlı rayonu Zilanlı kənd orta məktəblərinə milli qəhrəman, tanınmış jurnalist Ali Mustafayevin adı verilmişdir. Dəyərli radio dinləyicilərimiz, bugünkü efirimizin sonuna gəldik. Növbəti efirlərdə görüşənəcək. Sağ olun, salamat.